Baxıram. Mən əslində çox hər şeyə belə fikir verən adam deyiləm. Yəni uzun zaman daha fikir verən adam deyiləm. Bax, ölkədə bahalaşma nədir? Ölkədə bahalaşma. Ətin qiyməti qalxıb. Filan şeyin qiyməti qalxıb. O qalxır, bu qalxır. Tarif Şurasına heç kim müraciət eləmir ki, Tarif Şurası, Azərbaycan Respublikasının bir Tarif Şurası var. Bu ətin qiyməti qalxır. Bu ət niyə bahalaşır? Yəni mənə sadəcə olaraq maraqlıdır da. Bu ət niyə bahalaşır? Yəni ölkədə cımıq mı bahalaşdı, ot mu bahalaşdı və bu cımıq bahalaşdısa, bu ot, pres bahalaşdısa, niyə bahalaşdı? Ölkədə əgər bir şeyin qiyməti qalxırsa, значит burada devalvasiya olur, dolların qiyməti qalxır. Yəni ölkəyə gətirilən nə varsa da, yəni bunlarda bahalaşma görsənir. Benzin qalxırsa, yenə bahalaşma gedir. Benzin qalxanda, məsələn, görmüşəm ki, binanın qabağında, qabaq yaşadığım binanın qabağında, qarajın içində kartof satırlar, soğan satırlar. Bunlar anında qiyməti qaldırırlar. Deyəndə deyir ki, mən benzinlə gətirirəm də bunu, yəni bunu qaldırdım. Biz insanlar olaraq, yəni ki, bir insanlar olaraq, vətəndaş olaraq, Afət bunu dedi, Vəfa bunu dedi. Tolik efirdə filan kəsə bu sözü dedi. Zaur efirdə filan kəsə bu sözü dedi. Bizimdəki ən böyük dərdimiz, problemimiz, yəni ki, bugünkü gün efirlərdə olan aparıcıları birinci dərəcədə onları yıxıb sürməkdir. Birinci dərəcədə. Əgər Zaur olmasa, Tolik olmasa, Tolik söz deməsə, Zaur söz deməsə, məsəl üçün digər aparıcılar da məsəl üçün söz deməsə, bunlar dostlarımdır deyə mən bunların adını çəkirəm. Filan aparıcılar sözü deməsə, bu insanların sosial platformaları yoxdur. Sosial platformalardan sözlərini deyirlər də. Onsuz da deyirlər də bunlar bu sözləri. Və biz də insanlar olaraq, yəni ölkədə problem qurtarıb. Problem yoxdur. Bizim böyük problemimiz kim hardan çıxdı, kim kimdən incidi. İndi mən ad çəkmək istəmirəm, yəni mənə lazım deyil. Onu niyə reklam edirsiniz? Başlayırlar onu vurmağa. İnsandır da və hər insan səhvsiz bizim bildiyimiz Allah Taala'dır. Yəni səhvi yoxdur. Biz onu səhvsiz bilirik. Hər bir insan səhv törədə bilər. Hər bir insanın içinə şeytan girə bilər, bu səhvi eləyə bilər. Amma biz qalmışıq, yəni bizim əsas problemlərimiz qalıb. Biz əsas problemlərdən danışmırıq. Və bir dənə problemimiz olanda, hansısa problem olanda, kim doğuşu düzgün eləməyəndə, kim gəlin gedəndə, üzr istəyirəm, qız çıxmayanda, biz birinci növbədə, yəni hər bir problemimizdə polisi günahlandırırıq. Polisin nə əlaqəsi var? Yəni ki, çox problemlərdə onu tapa bilmirəm. Polisi günahlandırırıq. Yol polisindən tutmuş PPX-yə qədər biz hamısını günahlandırırıq. Günahlandırırıq. Yəni ki, bu hər bir kəsin özünün şəxsi işidir. Hansısa məmur yerində özbaşınalıq eləyir. Vallahi 5-6 nəfər ailədir. Məsələn, mənim özümdə toparlayıb bir araya gətirib, yəni hamısının ağzını tam yığa bilmirəm. Yəni bir ölkənin prezidenti, ölkə başçısı xarici siyasətlə mi məşğul olsun, yoxsa yerində qoyduğu, təyin etdiyi məmurlardan biz narazı qaldığımız üçün yenə biz günahkar onu mu seçməliyik? Yəni bu Tarif Şurası, biz hansımız bu Tarif Şurasına etirazımızı bildirdik ki, ay Tarif Şurası, sanepidemensiyasiya nədir onu da düzgün deyə bilmirəm. Yəni bunlar gedirlər. Bu balığın mənşəyi, bu ikranın mənşəyi, bu qoyunu, bu heyvanı kəsdiyiniz mənşəyi tutub onu cərmələndirə bilirlər. Amma bunun qiymətindən danışmırlar. Demirlər ki, bunun qiymətini niyə qaldırdım? Bu kəndli, bu Lənkəran Astara zonası, mən özümdən deyirəm də, mandarin gələm. Orada 30 qəpikdir, 50 qəpikdir, şəhərdə 3 manatdır. Bunu deyən yoxdur. Kəndli gətirib öz meyvəsini sata bilmir şəhərdə. Kəndli gətirib öz meyvəsini sata bilmir. Bir dənə gənclikdə palatka var, o palatkada biraz qiymətlər düşükdür. Bitdi, getdi. Yəni bir ölkədə, Bakı qədər böyük bir şəhərdə hamı gəncliyə mi gəlməlidir?
Nərimanov icra hakimiyyətinin başçısının təşkil etdiyi o yarmarkada mı gəlib almalıdır? Tək oradımı? Bazarlardakı olan qiymətlərdən alverçilərin, kəndlinin zəhmətinə qonmalarından xəbərsizsizmi? Niyə bundan danışır? Vəfanın dərdi. Vəfa kimdən uşaq doğub? Dədəsi kimdir? Nənəsi kimdir? Afət oturub burada Moskvada kimə sözünü deyir? Haqqını tələb mi eləyir? Kimisə haqqına mı girir? Bundan bizə nə? Tolikdən bizə nə? Zaurdan bizə nə? Məsəl üçün bunların adını deyirəm ki, bunlar məndən yaxın olduqları üçün, yəni bir dənə mübarizə bunlarlandır. Gəlin mübarizəni aparın, insanların da xeyrinə geçsin də. Kim ürəyi istəyir, onu söyür, kimin ürəyi istəyir, bunu söyür, amma əsas ölkədəki problemlər yaddan çıxır. Sizə qurban olun. Siz nə düşünürsünüz? Mən ayda heç olmasa bir 3.000, 4.000, 5.000, yəni ki, baxır ayına pul qazanan adamam. Bazardakı qiymətlər, marketdəki qiymətlər mənim əlimi yandırır. Bu 800 mada, 600 mada işləyən insanları bir özünüzü düşünün də. Siz əgər özünüzü düşünmürsünüzsə, bu qiyməti jappıltıla tıkıdı qaldıran sizi niyə düşünsün? Siz özünüzü düşünmürsünüz. Siz yalnız proqramlarda gedən, verilişlərdə olan olaylar ki, bu bunların işidir. Bu bunların işidir. Əslində onlara fəxri fərman verilməlidir ki, heç olmasa bu dərddən problemlər insanları bir balaca çəkirlər də, ayrırlar ki, başın getməsin, havalanmayasan, belə eləməyəsən də, dəli olmayasan. Biz dəli olmaq yəni həndəvərindəyik. Siz nə düşünürsünüz? Bizim problemimiz sosial platformalarda kim kimə söydü budur mu? Onlara fikir bildirməkdirmi? Başqa problemimiz yoxdurmu bizim? Yəni bir insan olaraq onlara fikir niyə bildirmirik? Niyə Tarif Şurasına biz fikir bildirmirik ki? Tarif Şurası, sən nə vaxtı? Bu gömrük rüsumları var. Yaxşı, gömrük rüsumları, hər şeyin qiyməti qalxır. Amma bu sədərəkdə, binədə, bu alver eləyən insanlar sata bilmədiyi üçün qəpik, quruş qazanırlar, qəpik qazanırlar. Amma qiyməti qaldıra bilmirlər ki, insanlar almır, alver getmir. Niyə bunu düşünmürük? Nə bilim mən başıma gəlir.